Salam əziz dostlar, mən Anar İbrahimov. Bu videomda sizə 6-cı siniflər üçün nəzərdə tutulmuş Namazovun Riyaziyyatdan çalışmalar kitabında səhifə 70-də məsələ 5 və 6-nı izah edəcəm. Qeyd edim ki, məsələ 1 və 1, 2, 3, 4-ü bundan əvvəlki videolarımda izah etmişəm. Məsələ 5. 5-in 1-i. 25% 64 olan ədədlə 33% 1,32 olan ədədlərin cəmini tapın. Gəlin əvvəlcə 25% 64 olan ədədi tapaq. Deməli, 25% 64 isə 100% də x-dir. Yəni, burada 25% 64, 100% də x. Bunların yerini dəyişik yaza bilərik. Buradan tapırıq ki, x bərabərdir 100 vur 64 bölü 25. Bu deyir 256. Yəni ki, 25% 64 olan ədəd 256. İndi gəlin tapaq 33% 1,32 olan ədəd. Baxın, yenə də 33% 1,32 isə 100% x-dir. Buradan da tapırıq ki, x bərabərdir 100 vur 1,32 bölü 33. Bu da eləyir 4. Deməli, 33% 1,32 olan ədəd isə 4-dür. Məsələdə deyir ki, bu ədədlərin cəmini tapın. Onların cəmi 256 üstəgəl 4, bu da eləyir 260. Bu məsələ 5-də birinci variant. Gəlin ikinci varianta baxaq. Burada deyir ki, 27% 17,55 və 14% 7,7 olan ədədlərin fərqini tapın. Gəlin əvvəlcə 27% 17,55 olan ədədi tapaq. Baxın. 27% 17,55 olan ədəd 55 isə 100% isə x-dir. Buradan tapırıq x bərabərdir 100 vur 17,55 bölü 27. Bu da eləyir 65. Və ikinci olaraq 14% 7,7 olan ədədi tapaq. 100%imiz x isə 14% 7,7-dir. Buradan da tapırıq x bərabərdir 100 vur 7,7 bölü 14. Bu da eləyir 55. Məsələdə bizdən soruşur ki, onların fərqini tapın. Onların fərqi isə 65 çıx 55. Bu da eləyir 10. Deməli, 27% 17,55 olan ədədlə 14% 7,7 olan ədədin fərqi 10-a bərabər. Bu videomda bu qədər. Növbəti videoda görüşənədək hələlik.